30 iyul Tokyo Olimpiya oyunlarında 81 kilo çəki dərəcəsində yığmamızın boksçusu Alfonso Dominguez Türkiyəli Bayram Malkana qarşı ringə çıxdı. Stilistik oxşar olan boksçuların döyüşü rəqabətli və həyəcanlı oldu. İlk raundu Türkiyəli aparır. Hər dəqiq zərbədən sonra sanki lotereyada böyük məbləğ pul udan insan kimi sevinirdi. Bu əlbəttə ki bizim boksuya xoş gəlmirdi və ikinci raundda təşəbbüsə yiyələnərək Türkiyəlini knockdown salır və raund doğruyur. Bundan əlavə qaydaları pozaraq hər iki boksçudan bir xal çıxılır. Üçüncü raundda Alfonso yada salır ki, onun sürətli ayaqları var və 2 nömrəyə keçərək rəqibi özünə çəkir və dəqiq sağ zərbələrlə yadda qalır. Son saniyə kimi inisiativa gəh bir boksçudan o birisinə keçir. Nəticədə Alfonso Dominguez hal hesabı qələbə qazanır və yarım finala çıxır.